Etibar, Bəli canım. biz niyə hal-hazırda ist evimizdə oturmuruq? Belə çöllərdəyik. Ümumiyyətlə həmişə evimizdə yox, çöllərdə, maşınlarda yatırıq. Halbuki evimiz var. Bilirsən necədir? Çünki biz oyanış həddini udmuşuq. Bizə 2 hədd təklif olunur. Matrixdəki kimi. Hə. Qırmızı və mavi. Hə, biz indi orada rənglər yadımdan çıxıb, hansı oyanış üçün idi? Mavi. Səhv eləmirəmsə. Yadımdan çıxıb mənim. Bax, o oyanış üçün olanı unutmuşuq. Ona görə bax, bu dəqiqə burada soğan çapışırıq. Buz Soğan atmısan dağı. mı? Yox. Buz atmırlar mı? Pişəndə atılır. Hə. Çox azdır bir insan ömrü. Çox görünə bilər, amma əslində çox azdır. Çox azdır. Çox. Çünki həm də elə bil zamanlarda elə bir oynama baş verib ki, artıq zamanlar tamam başqa cür gəlir insana. Yəni Məsələn, bəzi insanlar, hə, mən uşaq olanda gün bitmə bilmirdi. Amma mən dua edirdim ki, nə olar gün bitsin də, yorulmuşam, yatmaq istəyirəm. Amma indi gün necə gəlir, necə gedir, heç özümüz də bilmirik. Bax, məsələ nədir? Bəzi insanlar iddia irəli sürə bilər ki, necə olur ki, qədimi saatlarla indiki saatlar, elektron saatlar eyni göstərir. Yəni, zaman əslində tez keçmir. Elə deyil. Müdaxilə edən qüvvə qədimi saatların atomar quruluşuna da müdaxilə edir. Amma o qüvvə tanrı deyil. O qüvvə bilmirik nədir. Yəni, ən azından dinlərin təqdim elədiyi tanrı deyil. O qüvvə Ancaq bəlkə də ali şuur ola bilər. bugünkü mövzumuzu nə açaq? Bu ilk mövzumuz da bizim. Bu İlk mövzumuz deyəcəm. ola bilər yəni, niyə də olmasın. Düzdür, biraz pisdir video. Çünki qaranlıq da işıqsızdır. Mövzumuz nə olsun? Tanrı kimdir? Ola bilər. Və yaxud nədir? Və yaxud haradır? Və yaxud hardadır? Mənim düşüncəmə görə bir sonsuz adlandırılan varlıqdan kənarda nəsə ola bilməz. Elədir. Ona görə ki, sonsuz nə arta bilir, nə azala bilir. Sonsuz və nəsə başqa bir şey deyə bir şey yoxdur. Çünki bütün başqa şeylər də sonsuza daxildir. Yəni sonsuz nəhayətsiz, yəni bir limitsiz, axıra yetməyən, hər şeyi əhatə edən də deyil, o əhatənin özü də odur. Onun bir əhatə edən anlamı da sonsuza daxil deyil. Nəyə görə? Çünki əhatə edən deyəndə bir əhatə veririk. Onun əhatəsi yoxdur, onun sərhədi yoxdur. Allah var ikən də sonsuz idi, indi də sonsuzdur. Düzdür? İndi bu dinlərin tanrısını nəzərdə tuturam da mən. Sonsuzdan kənarda nətər biz mövcud ola bilərik? Ola bilməzsin. Bir sonsuz varlıqdan kənarda ümumiyyətlə nəsə mövcud ola bilməz. Çünki ondan o sonsuzluq işarəsi var da riyaziyyatda. Nisbət sonsuzluq, mənfi sonsuzluq. O mörtəzə nəyə görə yumru mörtəzə verilir? Kvadrat verilsin də. Kvadrat verilmir ona görə ki, o yumru mörtəzə, yəni bir limiti yoxdur, bunun sonu yoxdur. Və onun üstünə nə istəsən toplaya bilmirsən. Və bu varlıqdan kənarda bir insan və yaxud hansısa kosmik bir dənə varlıq, planet, ulduz, galaktika, nə bilim, atom, molekul, mikrokosmosdan makrokosmosa qədər heç bir şey mövcud ola bilməz. Çünki o varlıq sonsuzdur. Və belə bir nəticəyə gəlmək olur ki, ya çaqqal, yəni Tanrı
dinlərin təqdim etdiyi kənarda olan bir tanrı ola bilməz. Mümkün deyil. Mümkün deyil. Bu birinci iddia. İkinci iddia. Hər bir varlıq nəysə yaradanda onu bir ehtiyac üçün yaradır. Məsələn, kağızı götürək. İlk dəfə Çində yaradılıbdı. Niyə yaradıblar? Çünki ehtiyac var idi. Hə. Bunların padişahları, kralları mı, nələrisə ehtiyac duyurdu ki, kağıza yazsın fərmanlar, nə bilim, qızıl qanun. Belə də kağız ilk dəfə Çində istehsal olundu. Niyə görə? Çünki kağıza ehtiyac var idi. Və yaxud məsələn bu telefon niyə icad olundu? Çünki bizim buna ehtiyacımız var. Hayır. Amma dinlər deyir ki, Allahu Saməd. Və yaxud da Azərbaycanca desək, yəni bu ehtiyatsızdır. Ehtiyatsız bir varlıq nəyə görə bir şey yaratsın? Birdən-birə nə oldu ki, yaratma ehtiyacı Məsələ onda deyil, onun nəsə maddi ehtiyacı ola bilər. Onun hətta maraq ehtiyacı olsa belə, öyrənmə ehtiyacı olsa belə, bu da ehtiyaca daxil olur. Ruhani ehtiyac belə, sevgi ehtiyacı belə ehtiyacdır. Bax, bilirsən necədir? Burada artıq ikili bir, necə deyim, iki fikir ortaya çıxır. Çünki insanlar deyirlər ki, o sonsuz qüdrət sahibidir. O hər şeyi biləndi. Sonra da deyirlər ki, eyni zamanda həm də o, nə bilim, insanı yaratdı sınaqdan keçirtmək üçün, imtihana çəkmək üçün ki, görsün o nəfsinə sahib çıxa biləcək yoxsa yox. Belə şeylər irəli sürürlər. Bu ehtiyac məsələsi nə bir dənə də əlavə eləyə bilərəm ki, Allahın xaliq sifəti var, yaradan. Və Allah heç bir sifətini nə itirib, nə itirəcək, nə qazanıb, nə də qazanacaq. Onun bütün sifətləri evrensel bütün zamanlara aiddir. Allah var idi, varoluşu yaratdı, yoxdan yaratdı. Demək bu var olanda xaliq deyildi. Bax, belə bir sual. Bu iki. Hə, iradə məsələsi. İradə nədir? Hə. İmtahan. İmtahan, indi o aydın məsələdir, o imtahan elə bir mövzudur ki, o hər şeyi bilən varlıq zaten bilir ki, nə nətər olacaq. O imtahan mövzusu ümumiyyətlə o məntiq olmayan bir şeydir, boş söhbət o heç. İradə məsələsi. Əgər bizdə azad iradə yoxdursa, yəni sistem tamamilə Tanrı tərəfindən, tamamilə müdaxilə ilə, tamamilə kasetlə idarə olunursa, yəni Putin problemi ilə idarə olunursa, kənardan, distansiyon idarə olunursa, onda bu ədalətsiz bir sistemdir. Nəyə görə? Çünki, məsələn, bir, nə bilim, qatil, məsələn, Putinə idarə olunur, gedir öz qurbanını vurur, öldürür, Putinə. Qurban da Putinə mal kimi oturur, gözləyir ki, qatil gəlsin, bunu vursun, öldürsün. Və azad iradə varsa, Allahın iradəsindən kənar bir iradə mövcud olur. O da o mövcud ola bilməz. Allahın iradəsindən kənar bir iradə mövcud ola bilər. Ümumiyyətlə heç nə mövcud ola bilməz. Mövcud ola bilməz. Əgər o varsa da. Həmçinin yarımçıq bir iradə, yəni həm Putinə idarə olunsun, həm də azad iradə olsun. Bu da mümkündür, məntiqa uymur. Ona görə, bax, burada da ucu paradoks yaranır. Kənarda bir Allah təsəvvürü üzərindən paradoks yaranır. Yəni, mən elə bilirəm ki, bu mövzular kənarda olan Allah təsəvvürünə malik insanı silkələyəcək bir mövzulardır, yəni bu iddialar. Elə də. Bax, məsələ bilirsən necədir? Əgər sənin dediyin o pultla idarə olunan bir sistemdirsə, onda da deməli bunların Allahı varlıq, insan oğlu yox, robot yaradır. Yəni, pultla idarə olunan sistemdirsə, heç belə
yapay zekadan yaratmayıb ha, Pramoy robot yaradıb. Yəni putlu maşın yaradıb. Heç olmayan yapay zeka özü-özündən nəsə bir şey kəşf edir. Kinolarda var o yapay zeka Yapay iradəyə zekanın gəlir. suni intellektində Suni belə deyək, intellektdə belə Azərbaycanda. deyək, hə. İskustveni intellekt. Hə, şuur yüklənir Hə. suni intellektdə. Yox, əgər bu putlu idarə etmə deyilsə, onda demək bizim iradəmiz Allahın iradəsindən kənardadır. Bax, yenə də deyirəm, bizim bu videolara ola bilər rəylər yazılacaq. Xahiş edirəm, ora rəy yazan insanlar ego ilə, ay nə bilim bizi səhv çıxartmaqla, nə bilim o ənənəvi sözlər var, Allah biləni biz bilməliyik, nə bilim zaman Einstein'in nisbi nəzəriyyəsi var, zaman nisbidir, nə bilim nədir. Çox irəli getmək lazım deyil. Hə. Yetərincə onları araşdırmışıq. Yəni illərimizi sərf eləmişik. Bizim bu kimi şeylərə ucu başlamağımızın səbəbi konkret olaraq həqiqəti aşkara çıxarmaqdır. Bizim məqsədimiz nə dinləri səhv çıxarmaqdır, nə bilim inancları səhv çıxarmaqdır, nə insanları səhv çıxarmaqdır. Yox. Bizim məqsədimiz birlikdə bu kainatın, bu dünyanın nəyə yaradığını, biz niyə varıq bu dünyada, bax bunu aşkara çıxarmaqdır. Yoxsa ki bizim üçün, ay nə bilim bu ateistdir, bu dindardır, bu buddistdir, bu indusdur, nədir? Yəni belə deyək də, biz Lazım. hər kəsin dininə hörmətlə yanaşırıq. Bəli. Kim hansı dindən sitayiş eləyir. Yəni biz burada kimisə Allahsız eləməyə çalışmırıq. Yox, Heç vaxt eləmərik. Çünki o hərəkəti bizə qarşı eləyə bilərlər. Kimsə bizi müsəlmanlaşdırmağa çalışa bilər. Təbii. Allahlaşdırmağa çalışa bilər. Yəni Allahlılaşdırmağa. Allahlaşdırmağa. İstəyər ki biz Allaha inanaq. Amma ki, yəni biz özümüzə rəva bilmədiyimiz şeyi heç kəsə rəva bilmərik. Ona görə istəmirik kimisə bu sözlərdən təsirlənsin. Sadəcə olaraq düşünürük, düşündürmək istəyirik. Nə dinlərlə problemimiz var, nə siyasətlə problemimiz var. Konkret olaraq bizdə ucu bilirsən hansı vəziyyətdir. Ən üst vəziyyətdir də bir dənə qapıdır. Bu qapını aça bilmirik ki, bu həqiqət nədir? Bu həqiqət Matrix-dirmi, yad planetlər gəlib bizi burada nədir o? Yəni İnkubator kimi çıxarıblar, bizi buraxıblar bu dünyaya. İki seçimimiz var. Biz düşünürük ya biz Matrixdəyik, ya da ki bu elə bir planetdir ki, daha doğrusu elə bir sistemdir ki, bizi embrionlar halında yaradaraq bura gətiriblər və biz bura necə gəldiyimizi, hardan gəldiyimizi, kimlər tərəfindən gətirildiyimizi xatırlamırıq. Çünki öz-özümüzdən yaradıla bilmərik. Yəni bu çox boş bir nəzəriyyədir. Amma belə bir də məsələ də var ki, məsələn, ola bilər ki, indi məsələn insan tutaq ki, başqa bir planetə gedir. Tutaq ki, yer planetinə bir asteroid gəlir, müəyyən bir qrup insanlar, bilim insanları təbii ki də gedirlər başqa planetdə türümüzü davam elətdirməyə, yaşatmağa. Gedirlər, görürlər ki, bizim türümüz burada yaşaya bilməz. Yəni, orada olan tutaq ki, karbondioksid miqdarıdır, orada olan atmosfer təzyiqidir, nə bilim, orada olan mikrobiyoloji, nə bilim, digər böyük canlılardır, nədir də, nəsə düz gəlmirik. Və biz də o qədər inkişaf eləmişik ki, öz zəkamızı yühləyə bilirik. Varlıqlara. Onda bizim zəkamızı, məsələn, orada olan bir dənə tutaq ki, bir, nə bilim, təpəgözə yühlüyür, o da orada yaşayır. Amma bizim zəka ilə. Belə bir şey ola bilər ki, məsələn, bizim həqiqi varlıqlarımız o vaxt gəliblər bura, baxıblar ki, burada hansı türə öz varlıqlarını yükləsələr daha effektiv olar, daha mədən olar. Əlverişli olar. Onlar da baxıblar ki, məsələn, danatişi olmaqdansa, nə bilim, tutaq ki, kərtənkəli olmaqdansa, bu viddə olmaq daha yaxşıdır. Daha əlverişlidir. Daha əlverişlidir. Nəyə görə? Çünki ya insanlıq demərik əslində. Yəni, Etibar, mən orada hörmürsə görürəm, xahiş edirəm onu öldür. hanı? O da bu orada gəl. Hə, deyirdin ki, insanı yaratmaq barədə. Yəni,
belə deyim də, əgər yenə də həmin o varlıqlar yenə də inkişaf elətdirmək istəyirdilərsə, yəni davam elətdirmək deyək də, davam elətdirmək istəyirdilərsə öz şuurlarını mı deyim və yaxud da öz varlıqlarını mı deyim, yenə də bir ehtiyac, aydın, yenə də bir ehtiyac olub. Məsələn, biz baxırdıq, V2009 idi da, Visitors 2009. Anna'nın deyirsən? Anna'nın filmini. Məsələn, Anna nəyə görə ehtiyac duyurdu? Öz irqini inkişaf elətdirməyə. İstəyirdi ki, bu insan nə deyirlər Azərbaycanın ona? Nə deməksə, başqa sözlə ifadə elə. Evolution. Evrim. Hə, evrim. Azərbaycanla bilmirəm nə deyirlər. Öz evrimlərini istəyirdilər ki, daha da tezləşdirsinlər. Və tezləşdirirdilər. Və tezləşdirirdilər. Orada Yoşua var idi bir dənə həkim. Bu arada bizim maşınımızın adı da Yoşuadır. Karavanımızın adı nədir? Kranos. Hə. Bu bizim ilk videomuz da. Xeyirli olsun. Ortak. Salam aleyküm. Aleykümselam. Bu arada soğansamız yanır. Ya azaldım da biraz. Heç vaxt soğansa Azaldı. eləyə bilmirəm. Azaldan yaxşı olur. Sən azalsan onsuz ben yandırırdım çünkü ben bunu bacarmıyorum. Denən nə qədər azaldım? Azal. Ha, yaxşı. Biraz da pis yaradı. Karavan gəlsəydi. Hə, karavanımız gəlsə, orada biz karavan yığdırırıq. Demək olar ki, hazır vəziyyətdədir. Tok sistemi qalıbdı. Hə, tok sistemi, mətbəxi qurmaq. Yəni onlar asan işlərsən, Onlar- çox işlərdir. Belə. Ümid edirik bir aya hardasa. Bəlkə. Onda daha rahat olacaq. Onda daha gözəl videolar çəkəcəyik. İndi şəraitsizlik. Amma bu da bir xatirə olaraq, ilk video olaraq məncə çox əsaslı və güclü iddialar irəli sürdük. Mən elə düşünürəm. Təbii ki. Hə, Əgər o video bizimdirsə, deməli əsaslıdır. neçə